Orada mənlə istəyilən epizodda. Məncə, yəni Real elə komandadır ki, yəni o komanda lüboy vəziyyətdən çıxa bilər valla. Yəni imенно Çempionlar Liqası. Adamlar Atletico ilə Gironanı yox elədilər də oynasaydı. 2-0-dan məncə geri dönüş indiki durumdan mümkün deyil. Yəni orada Barcola, məncə Barcolanın qolu mərhələni gətirdi PSG-yə. İndi görək qabaqdan nə olacaq. 2000-ci illərin ortasında bütün İtalyan komandaları eləyildi. Hansı oyunları qruppadan çıxırdısa, mümkündürsə o qruppada ikinci yer tutsa elə eləyirlər sonra. Salam dostlar, xoş gördük sizi UZMD YouTube kanalımızda. Çempionlar Liqası qayıtdı. Elə biz də Adidas'ın sponsoru ilə Çempionlar Lojası ilə qarşınızdayıq 2 aylıq fasilədən sonra. Riyad və Şahinlə bir yerdə 4 play-off matçı haqqında danışacağıq və növbəti həftənin 4 play-off matçı haqqında da ön görüş bildirəcəyik. Təxminlərimizi. 4 ədəd. 4 ədəd, bəli. Nətər ki, inşallah 2 aydan sonra Çempionlar Liqası qayıtdı. Həmçinin Sevgililər günündə qayıtdı. Doğrudan nə həmişə niyə elə düşür? Bir də 8 martda, bir də 8 martda. Kişilərə biraz dayaqdır da o ki, yəni biz sizinləyik. İndi də qoy mən baxım da. İndi də mən bir şey. Mən üçün qayıtmayıb Çempionlar Liqası. Elə bir illik minimum fasiləyə belə fanat kimi, amma overall turnir kimi, yəni o məncə son illər okey də oyunlar çox olur, nə bilim nəticələr biraz, amma Çempionlar Liqasının yeri də oradan da fərqlidir. Yəni o fərqli turnirdir. Amma yeni format bilmirəm də nətər olacaq bu. İndi o köhnə Çempionlar Liqası vaxtı ilə deyirdilər yeni format, amma sonradan hamı öyrəşdi. Nəyə başlayaq birinci oyunlardan? Başımız görək də xeyirlisi, başımıza nələr açacaq o UEFA. Hələ bilinmir Çempionlar Liqası olacaq, yoxsa oradan Super Liqa müəllim işə girəcək. Mən bir də sizə söz deyim, bu olsun. TRT 1 var ha. Dadiba. TRT 1 mən oxudum bu yaxınlarda Çempionlar Liqasını alıb, düzdür? Yəni yayımı göstərmək üçün. Gələn sezon üçün, gələn üçün. Bu TRT boş-boşuna məncə Çempionlar Liqasını almaz. Yəqin orada nəsə söz-söhbətlər gedir. Super Liqaya bəlkə də çevrilsə. Qardaşım Super Liqa açıqlama verib ki, pulsuz olacaq hər tərəf bütün oyunlar. Ya indi kimin salmağına ehtiyac yoxdur onun. TRT yəqin ki, nəsə dəyişmə görə. Heç kimin onların xüsusi aplikasiyası var, onun üstündən verəcəklər oyunları. Hansısa aynı oyun istəsən baxacaqsınız. Mən o kanala mən də dəstəkləyirəm buradan hansı kamera, bu kameradan bir daha Perez müəllim. Perez müəllim, Perez, Don Perezə səslənirəm ki, səninləyik. Səninləyik biz. Hasta el final, yəni axıra kimi. Laziodan başlayaq. Başlayaq Laziodan. Çünki ən gözlənilməz nəticə belə deyək. Sensasiya sayıla biləcək. 2 ay əvvəlki ilə düzdür indi 2 ay sonrakı Bavariya 1-4, Bavariya son 2 oyunda Bayer Leverkusen və bu oyunda qapıya çərçivəsinə cəmi bir dənə zərbə indirib, o da zərbə deyil. Yəni son 3 tayma ümumiyyətlə zərbə indirməyib, belə deyək. Külək vurub aparıb qapı tərəfə. 135 dəqiqə 0 zərbə var. Yəni bu Bavariya kimi, yəni başqa komanda okey, İtalyan komandası olsaydı deyərdik, amma Bavariya kimi komanda üçün məncə bu Klozesi, nə bilim, biabırçılıqda, yəni Mario Gomezdən, Axırıncı mən baxanda Harry Kane deməyə oynayırdı. Kim-kim yanında. Çox da oynayırdı oradan. Harry Kane-ə bir dənə pas gəlib oyun. Yəni bu biabırçılıqda. Deyirlər bədbəxtdir, ayağı ağırdı, gətirmir. Yazıq top verirsiniz ki, vursun. Bu Harry Kane-in vəzifəsi o cəmi oyunçusunun içində dayanıb top gözləmək deyil. Lewandowski də hücumçu da. Bavariyada oynayırsan da sən. Pas vermirsən. Bayınan ki, ora bir dənə dirək bastıra, cəmi oyunçusunun hər hansı bir nöqtəsini tut da. 2-əldən 3-ə. Bavariyada da elə bil ki, Bavariya oyunlarında hücumçusuz çıxsın da. Bir dənə dirək orada olsun. Bütün mövsüm ərzində 34 oyun oradan Çempionlar Liqasında və 50 oyunla düzdür. Dəyib girəcək. 5 dənə qol vurmasa dirək. Mən də bir də futbol haqqında danışan deyirəm. 5 dənə qol vurmasa dirək, bax dirək, düz deyən dirək heç elə hərəkət eləmir də. Amma indiki Bavariya o dirəyə yaxın çata bilmir də, problemləri. Yəni belə bir komandada oynayırsan və sən bir dəfə ayağı dirək yoxdur. Belə arxa tərəfdə dirək yoxdur elə bir ki, nəsə niyə Saşa Boy müəllimi almadılar 30 milyon. Saşa Boy müəllimdir, müəllimədir. Bu nəsə Bavariya mən həmişə deyirəm, bu simasını itirib elə bir yumşaq bir. Əvvəl Alman maşını idi. İndi futbolda belə bir qayda var da. Onun Qalatasaray eləyir, Qalatasaray da onun xeyrini görməyəcək. Tottenhamın oyunçu almadı. Qalatasaray 4-5 dənə oyunçu alıb, Tottenhamın əvvəlki Tottenhamın oyunçuları indiki Tottenham məsələ qarışdırıb da ortaya bir şeydir. Baxırıq da hər ikini aldı, onun ayağı düşmədi qardaş. Sonra üstünə dedin ki, o dayır. O maşını alasan. Hə. Yəni Tuchel qaqa Almaniyada bir dənə müdafiəçi yoxdur qadan olaraq. Yəni bir dənə Luboy belə eşitmə, o dart olur, dart. Dartı belə fıradırsan, üstünə də Bundesliga var, Tiroker. Üstünə də Bundesliga komandaları. Hansına düşdü? Baxırsan qaqanın 4 dənə müdafiəçisi var. Bunun biri gəlsin. Belə o Konsadan Monsa. Hə də elə belə atırsan ki, bu gəlsin. O gəlib o direktordan daha çox xeyir verəcək ki. İngiltərədə elə şey deyil ki, güclü normal müdafiəçiləri olan bir ölkədə deyil ki, deyəsən ki. Tarkovski da, yəni Tarkovski ilə dairə alsa eyni şeydir. Dünyanın hansı vaxtı ki, direkt oturub zamində Bayer Leverkusen oyununa şey çıxır, Erik Dyer çıxır. Yenə
ondan dərs almır, gəlir Lazioda da Delik. Sarri Yəni Delik voleybol oynasa da, arada futbol da oynamağı bacarır da. Delikdir. Erik Dyer onu da bacarmır. Obrusda nə olub? Məsələn, ikinci oyunda nə gözləntiniz var? Bavariya keçər. İkinci oyunda, yəni əslində əvvəl Bavariyada çox olur da, belə Bazel, Mazil həmişə oldu da, birinci oyun ududur, yəni içəri son 50-dən vurur, amma bu Bavariya belə davam eləsə, nə bilim. Lap keçdi tutaq ki, keçəndən sonra inəsən biraz alar da. Keçəndən sonra orada özü kim düşürsün ha? Napolisi, Barcelona. Yəni orada Real gələr. Barcelona düşsə, Arsenal. Barcelona bəlkə, Arsenal belə udar bunu. Arsenal. Düşsünlər qaqa. Keçək Reala. Real səfərdə çox epizod xərclədiyi oyunda qapıçısının 9 seyvlə rekord qırdığı, Kurtanın rekordunu qırdı. Kurtanın rekordunu qırdığı bir oyunda. Yəni 9 dənə epizod ilə Real Madrid qaçırdı. 9 dənə seyv oldu. Yəni 9 dənə seyv o deməkdir ki, yəni ən azı 3də 1-ni qol. Yəni komanda demək olar ölüsü 3 dənə qoldan xilas edib də bu, yəni. Amma Vinicius da orada çobanlıq eləyib 3 dənə epizodu şeylə bir yerdə. Brahim Diaz hamı oynadı mı falan vurduğu qola görə Brahim Diaz bir dənəsini vurdu, 5 dənəsini qaçırdı. Yəni özü bilirsən, gəlirlər qapının ağzına, bir-birlərini ötürürlər, bilmirlər nə edirlər, top təzədən dipsindən çalırlar. Birincisi hücumsuz oynayırlar, ikincisi bunlar hər oyun, o müdafiəni qoydum, o müdafiəyə kimissən qoyur. Joselu gələn oyun oynayacaq sentralizasiya, problem deyil onlar üçün. Bu hər oyun təzə bir sastavla çıxırlar. Hər oyun kimi. Keçən dəfə Bellingham zədələndi. Başladı Diaz orada oynatma. Dünən deyəndə ciddi dövrəndə oynayacaq, ciddi dövr. Diaz zədə. İndi bilmək olmaz da ciddidir. Ciddi dövr. Milan tarixi varsa onda ciddi ola bilər. Ondan nə isə. Liga onda oynayacaq. Amma bununla qabaq etməyəcəklər də. Yəni sən bu qədər məsəl üçün o boşluq verir Levski. Kim verəcəksə bu? 4də 1-də kim verəcək boşluğu? Levski çox qəşəng oynadı. Yox, bu 4də 1-də məsələn Interi, Atletico-ma verəcəksə o boşluğu. Orada mənə istəyilən epizodda. Məncə yəni Real elə komandadır ki, yəni o komanda lüboy vəziyyətdən çıxa bilər valla. Yəni imенно çempion liqası. Adamlar Atletico-nu, Barcelonanı yox elədilər. Sastav olmuyor. Maksimum yarım finalda hücumsuz alınmır da bu. Turnirdə Manchester City bilirsən ki, hücumçu aldı, sonra çempion oldu da. Hücumsuz olmaz. Onlar da gedib yarım finala çıxırdılar, nə bilim, finalda çıxdılar hətta. Hücumsuz mümkün deyil də. Finalda vurmasa belə, amma yəni təsəvvürlə dünyanın ən güclü, yəni həmin moment qızıl top alan hücumçu idi. Ən güclü oyunçusu əlindən alıblar da Ancelotti. İndi oturub Marcelo ilə bir şey fikirləşir. Hələ ki alır. Real'ın oyuna ləzzət eləmişsin oldu. Orada Leipzig oyunçuları topu çıxartmadılar ha. Axırda Diaz çaşı. O Toni Kroos birinci dəfə görürdüm belə. Elə əsəbləşməyini birinci dəfə gördüm. Mənim fikrimə görə Real, yəni Real olsa əgər, yəni minimum 4 dənə vurardı Leipzig ikinci oyunda. Ona görə, amma ilk taymda da elə şey oldu. Real saxlamamışdı oyunu. Yəni onun acından nə deyirəm, niyə də saxlansınlar. Amma düzdür orada mərkəzdə idi. Yəni təhlükəli bir şey yox idi, amma onu sui-istifadə edən komandalar çoxdur. Razıyam. O krossa görə deyirəm ki, söhbətini ona görə yığışdırıblar ki, sudya fit çalmasa, çünki hər dəqiqədən bir ayağına tuturlar. Baş döysə çalmır, ölsə də olmaz. Baş döysə də olmaz. Çünki elə oyunçular görürsən ki, oradan dururlar, qaça-qaça gedirlər, dayanırlar bu hakimin yanında ki, təzən oyuna girərlər. Ha, nə oldu ki, bu qədər də yox. Düzdür. Amma yenə deyirəm, o Real birinci taymda saxlamadı. Mendi kimləsə toqquşdu, Real davam elədi orada. Var idi. Ona görə Leipzig saxlamadı. Həm də ki, o həmin oyunun sudyası çox bəyəndim mən. Sərbəstlik vermişdi. Yəni Baribazad əməlli başlı. Yəni oyun dəqiqədən bir fit çalmadı. Deyəsən onların nəsə iclası falan olub, onlara da xəbərdar gedib. Bütün Çempionlar Liqası oyunlarında bizim qaqa cərimə dediyimiz şeyləri saxlamırlar. Biraz əvvəlki futbol oxşuyur. Normal bizim oyunçular da. Nəsə məncə o yuxarıdan gələn bir şeydir ki, Kolina falan tapşırıb ki, biraz futbola baxaq da. Əldən gedir. Zırt. Nə qədər olar qardaş? Elə bir şeydir. Türkiyə çempionatının derbilərdə 70 dəqiqə fit çalırlar. Oradan keçək qonşuya. Almaniyadan tullanaq İspaniyaya. Fransaya. Fransaya. İspan baş məşqçisi var, həm də rəqib İspan idi. Ona görə biraz İspan xarakterləri, oyunçuları da çox İspandır. Sociedadda da çoxlu fransız var. Sociedad 8 dənə İspandan çıxmışdı. İkisi də zədə. Əsas ikisi. Oyarzabalından Tierney zədəli idi. Adriazol da zədəli idi. Hansı ki, yəni onun olması bəlkə bu oyunu bu günə salmazdı. Cavab oyununda olacaqlar. Mən PSG-in birinci hissədə heç nə görmədim. İkinci hissədə Mbappé sağ olsun. Yəni heç nədən qol çıxartdı. Qol çıxardandan sonra da Freddy Barcolan, yəni şəxsi də dribling hesabına. O həmin o Adriazola söhbətidir.
nə idi o? Barkola yox. Amari Traore. Amari Traore. O zədələndi Uqlavoy momentində. Zədələndi, çıxdı qırağa da, başa düşdün. Həmin o olduğu yerdən Mbappe boş qaldı, topu kəllə ilə rahat çaldı. Oyundan sonra məşqçiləri dedi ki, ayaqla vurdu. Kəllə ilə skitk elədi Marquinhos deyəsən elədi. Məşqçi bunu danlayırdı ki, zədəlisənsə zamin istədi. Onun üçün boş deyəsən. Və Zamenin Adriazol olmalı idi. Adriazoldu yox idi. Zamində də adam yox idi. Yəni bu dəyişmə. Bu dedi ki, ona görə kimi salcaydım. Dedim Zamin istəyirəm salmağa adam yox. Və onun da krayından Barkoloda. Mən həmişə bu Enrique-ni pisləyirəm. Bizlərə indi də pisləyirəm mən. Prosta bunlar adam Milano uduzmazdı. Bunlarda belə bir bəxt var ki, bu sırf PSG-nin özündə də. Bu həmişə bunlar heyət yığıblar, gəliblər o 8-də birlərdə uduzmaqlar zət. Bəlkə rəqibləri belə düşsəz, biz necə oyunu odur, razıyam. Yəni bu oyuna sən deyə bilməsən PSG final. Belə də deyək 4-də 1-də uyğun. Yox, finala gedə bilər, niyə gedmir? Yəni çempion olmaz. Məncə orada bir dənə virus var idi. Argentinalı virus var idi. O virus gedəndən sonra artıq görürsən ki, 8-də 1 mərhələsində keçirlər də. Məncə çünki o gəlməmişdən əvvəl yarı final oynayan komanda 2 dəfə 8-də 1-də mübarizəni dayandırdı. İndi də 8-də 1-dən qabağa keçəcək play-offdan. 8-də sən razı olmaya bilərsən, mən sənin qabağıma danlı qoyuram ki, fakt 2018-də PSG 8-də 1-də uduzdu. 2019-da 8-də 1-də uduzdu Manchester-a. Ondan qabaq Real 8-də 1-də uduzdu. Bu Argentinalı şey. Yox, yəni onlar bir aborot yığmışdılar da, yəni final özlərini atırdılar ora. Düzdür. Başa düşdün? Amma bu gələndən sonra 8-də 1-də mübarizəni dayandırdılar. Amma gedəndən sonra görsən ki, yenə başladılar. Nəsə PSG mən deyərdim ki, bu finala çıxa bilər ha. Oyunları yox. Sociedadın şansı var keçməyə. Bax City-də dəqiq bilir ki, Kopenhagen şansı yoxdur. Orada atmosfer tamam başqa olacaq, tema tamam başqa olacaq. Prosta ki, onun bir dənə üstün cəhəti var ki, PSG orada kontratakında ki, yəni papası bulardı da, yəni. Kralı var orada. Mbappe ordadır da. Yəni evdə olsaydı PSG, Sociedad cavabı evdə oynasaydı bəlkə məncə geri dönüş indiki durumda mümkün deyil. Yəni orada Barkola, məncə Barkolanın qolu mərhələni gətirdi PSG-yə. İndi görək qabaqdan nə olacaq. Son olaraq Kopenhagenin şərəfli mübarizəsini burada təbrik edirik. Oyunu öldürmədilər. Futbol oynadılar. Yəni normal da uduzdular. Yəni City-lə avtobus vurmadılar. Yəni qursaydılar 6-dan buraxacaqlar ona görə. Futbolu gözəlləşdirdilər. Qol da vurdular. Mübarizədə apardılar. Alisson çox quşdu. Başa bu İngiltərə çempionatı klubları Ederson, Alisson nədir? Alisson da təzə quşdu onu. Yaman çox quşdular. Bu Arslan qapıçıdır. Chelsea qapıçıdır. Yox, bunlar yəni top qapıçısan. Ederson qarnını görmüsən nə boydadır? Quşdamasın neynəsən? Yəni top qapıçısan olmadı ki da. Sən hər dəfə quşlayacaqsan. Təzə quşlamısan da. Keçən oyun kimdən quşladı? Arsenal'la oyunda quşladı. Yox, o şey Alisson qapdım qarşıladı. Çempionlar Liqasından xahiş edirəm kənara çıxmayaq. Yaxşı. Kopenhagen City maçında City'nin son çempion yenə bütün qrup mərhələsindəki oyunları uddu. Yenə 7-ci oyunda da bu mövsumudur. Yəni City'nin qabağına kimsə burada 4-də 1-də yarı finalda daş qoya biləcək komanda var hal-hazırda formasına görə. City'nin qabağına daş qoyan mən iki komanda görə bilərəm. Yəni finala qədər buraxmasın. Biri yəni adına görə, statusuna görə Real, yəni bəlkə nəsə. Bir də Interdən bu dəqiqə hər şey gözləyirəm də mən. Yəni onlar 1-0 vurub oyunu qurudu. Inter Atletico-nun qalibi ümumiyyətlə çox belə. Demirəm Inter Atletico-nun keçəcək, amma Inter City ilə mən deyirəm. Sən demirsən, mən deyirəm ki, Inter Atletico-nun keçəcək, keçməyəcək. Yox, o yəni ağır ittihamdır. Yaxşı, Inter Atletico deməyək, elə növbəti görüşlərə təxminlərimizlə başlayaq elə Inter Atletico-dan. Mən bol qol. Yəni birinci oyunun hesabını. Yox, ümumiyyətlə də yəni gözləntilər cüt olsun, ilk oyun olsun. Birinci oyun olacaq İtaliyada, çünki Inter çox maraqlı da olsa, yəni özü bilə-bilə qrup ikincisi kimi çıxdı. Ağıllı iş. Udmağa səy göstərmədi. 2000-ci ilin ortasında bütün İtalyan komandaları elə eləyirdi. Hansı oyunları qruppadan çıxırdısa, mümkündürsə o qruppada ikinci yer tutsa elə eləyirdi çoxsa. Bir çox hallarda. Yəni əlavə hər hansı bir oyun. İndi bəxti gətirib Atletico düşüb də. Düşərdi Manchester City, düşərdi Real Madrid. Düşərdi City neynəcəkdi? Düşərdi Bavariya. Bavariya düşərdi. Bu Bavariya. Amma Inter Atletico, yəni orada düzdür, indi Interin seriyada da bir dənə oyunu var, ora ikinci heyəti buraxacaqlar. Atletico sezona çox bomba başladı. Bomba başladı deyirsən, nə qaqa? Barselonanı hamı tənqid edir. Bunlar eyni xaldadılar.
Başa düşdün? Yəni nə oldu? Biri bomba başlayırdı, biri şey eləyirdi. Bunlar yeni xaldadılar demək olar. Sezon əvvəlini nəzərdə tutub. Mövsümə yaxşı bildim də. Bildim də 2-də 8-də 1-dədir. İkisi də liqada eyni vəziyyətdədir. İkisi də kubokda, yox, biri kubokda davam eləyir, biri davam eləmir. İkisi də davam eləyir yoxsa? İkisi də davam eləyir kubokda səhv eləmirəmsə. Bilbao udmadı. Ha, şey uddu. Barcelona getdi. Bu davam eləyir, düzdür? Birinə deyirsən ki, pis gündədir. Birinə deyirsən ki, əla mövsüm. Necə olur? Mən sən deyim də. Aralarında dağlar qədər fərq yoxdur. Əla demirəm. Yəni dedim, mövsümə əla başlamışdı. Neçə oyun dalbadal 3 dənə gol buraxmır. Yəni həm buraxmırdı, həm də Atletico nə vaxt 3 dənə vurur deyə kiməsə. Yaxşı başlamışdı. Axırlarda yaxşı başlamaq istəyəndə tamaşaçı baxımından deyirsən ki, baxanda maraqlı da, gözə qəşəng futbol. Bir də ki, yəni Atletico'nun oyunu ilə Barcelona'nın oyunu biraz fərqlənir. Barcelona 90-da neçədən oyunu 90 plusda çıxardı da. Yəni ya penalti vurdu, ya bir kər salıb çıxardılar. Yəni ona görə bəlkə. Mən Interdən minimal hesablı belə 1-0, 2-0. Evdə 1-2-0 orada. Mən nəsə bol qollu oyun görürsən. Belə 3-2 zadıba belə bir şey. İnanmıram ki, Interin əsas vəzifəsi evdə qol buraxmamaq olacaq. Hə, deyirəm də evdə 2-0 oynasa Inter keçdi məncə. Yəni çünki qol sən dediyin kimi bax mən Morata da yoxdur. Sezon vəbşi bağladı deyəsən Morata. Mən məsəl üçün deyirəm ki, 3-2-dənsə 1-0 daha üstün tutar. Inter əlbəttə. Orada rahat olmasın deyə. Filippo Inzaghi, yəni qapını toxunmasa, bunlara biraz da Filippo rahat ayrı şeydir. Sonra bir dəqiqə o şey. Simone hər yerdən qollayırlar. Simone. Hə, Simone Inzaghi fikirləşir ki, mən bunlara bir dənə şey deyim ki, yəni sən mənə qol vuranmarsan kimi psixologiya yerləşdirir, məsələn, başa düşdün. Ən yaxşı bacardığı şeydir bu dəqiqə. İtaliyada qalaq onda, Napoli, Barcelona. Napoli qrup. Neçə vaxt deyirəm ki, Napoli keçəcək də. Yəni Napoli amma illər qabaq bir dənə belə olub. Bir dənə belə oyun olub. Əvvəllər 3 il bundan qabaq idi. Napoli Barcelona yenə düşmüşdü. Avroligada. Barcelona biraz pis gündədir. Orada Messi bir dənə belə gol vurdu. Məncə Avroligada düşmüşdülər. Onlar Avroligada, Messi Avroligada. Galatasaray ilə olan şeydə düşməmişlər onlar. Ola bilər. Bəlkə ya çempionlar, ya Avrokubok idi də əsas. Orada Napoli biraz xod yığımı. Hamı deyir ki, Napoli belə Barcelona oynadı bir dənə. Mən də həmən şey olacaq. Bu Napoli yenə Barça keçəcək. Hə, bu Osimhen'in zatdan nəsə. Osimhen çox şey asıdır məncə Osimhen. Osimhen faktoru çox belə vacibdir. O oynasa məncə oynayacaq. Məncə keçəcək Napoli. Ya belə performans olaraq nəsə görsəsə. Osimhen özünü görsə doğrultmalıdır. Çempionlar Liqasında doğrultmalıdır ki, yəni çıxsın getsin oradan fərqli yerə. Chelsea-dən zatdan biri qapsın onu. İlk oyunda mən Napoli məğlub olmaz deyirəm, amma burada bol gol gözləyirəm biraz, yəni 3-4 gol. Hə, ikisinin də zaçdası bu dəqiqə, yəni evlərə şəhər demiş evlərə şənlikdə, ona görə yəni Barcelona da vurar məncə gol. Fikirləşir ki, Xavi də oyuna çıxacaq. Xavi treneridir. Maçlar biraz unduraq elə şeyləri. Keçək oradan Portuqaliyaya. Portuqaliyada Porto, Arsenal. Porto liqada demək olar ki, Benfica və Sportingin o qədər arxasına düşüb ki, artıq yəni xal fərqi Portuqaliya liqası üçün çoxdur. Başını buraxıb da, yəni oranın başını buraxıb bura köklənib, amma burada nə köklənəcəksən, nə edəcəksən burada? Maksimum Arsenal keçəcəksən də. Arsenal favoritdir, amma Arsenal favorit olmağı sevmir də. Monaco kimi züddlüklərdən biz bilirik ki, uşaqlıqda bir də günüm gözlə. Monaco Berbatov. Hə. Ona görə də məncə biraz təmkin olmalı, amma məsəl üçün 10-0-5 də qutara bilər. Arsenalın elə şey də var ki, yəni Partda da bir harada göstərib Lansdan deyə deyəsən. Aston Villa ilə oyunda. Yox, West Ham vurdu məsəl üçün. Biraz o elə bir ki, Rus ruleti kimi bir şeydir də. Mən oradan nəticəmi alıb qayıdıram Londona. Mən 0-2 gözləyirəm Arsenal qələbə. İndi ayda məsələn Porto hücum edəcək, azarkeşlər bir tərəfdən. Çünki Taremi falan da qayıdır. Yəni onlar kubokdadilər də. Oyuna hesab edirsiniz yoxsa ümumiyyətlə belə yəni o ilk oyunda birinci oyuna mən fikirləşirəm ki, birinci oyun Dragaudadır. Mən fikirləşirəm ilk oyunda özümü çox yormaram. Bir dənə vurub oyunu öldürüm, səliqəli 90 dəqiqəni yola verim. Onsa Porto hücum eləyəcək. At Sakaya, at Martinelliyə qaçsınlar. Sonuncu düyümüzə keçək, PSV və Dortmund. PSV liqanı başını bağlayıb, artıq çempionluq əldə. Kubokda uduzdular. Amma Avropada davam eləyirlər. Özə belə deyək də Arsenal qrupundan şərəfi ilə, namusu ilə çıxdı. Yəni o biz ən yaxşı, ən pislərin arasından ən yaxşı olmadı. Çıxdı və Dortmundun hal-hazırki vəziyyəti son 3 oyuna qədər, Sancholar, Matsenlər filan gəlməyənə qədər mən PSV-nin bir addım qabaqda gördüm. İndi bərabər görürəm. Çünki Dortmund biraz düzəltdi də, Nurişani gətirdi filan 5 mekan. Şeydə qayıdı bax. Nədir o? Haller.
Armani belə atmosferdə qayıdıb özdəki. O da qayıdıb və Dortmund hal-hazırda yaxşıdır. Yəni mövsüm bu gedişi göstərir ki, onlar Çempionlar Liqasına düşəcəklər. Yəni Stuttgartdan sonra 4-cü pillə üçün mübarizə aparırlar. Düzdür. Amma PSV biraz rahatlıq var. Məncə bütün artıq hər şey bura köçünəcəklər ki, liqa hazırdır, cibdədir. Bir dənə burada heç olmasa 4-1 oynayaq da. Biraz bəxt amili var da. Görüb düşərsən Arsenal'la məsəl üçün. Arsenal Porto tutduğun qalibi ilə niyə də yarımfinal oynayamırsan? Bu Arsenalı yaman şeydir. Güyəndə yox, yəni nisbətən də o Bavariyalara Bavariya bu dəqiqə Bavariya ilə adı bəsdir də, bir dənə adı var da. Yəni o qorxursan da məsələn Real Madrid forma gəlib baş. Bir səki Lazio olmayacaq da, Bavariya olacaq da orada çox kimi. Söhbət ondan gedir. İkisi də eyni vəziyyətdədir demişkən, eyni gücdədir. Ya oyunda orada şəxsən mən o oyunda kimsə qabaq düzdür. Mən də elə fikirləşirəm. Amma ilk oyunda mən PSV-nin yəni belə deyək də daha sürətli qələbə qazanacağını düşünürəm. Sürətli, ikisindən də sürətli. Azarkeş dəstəyi filan biçmişəm PSV-də. Dortmundun da azarkeşləri odur da yəni. Orada məncə azarkeşlər öz arasında oyunu həll edəcəklər. Kim daha çox yəni fanatlıq eləsə, PSV ilə futbol oynaya bilər ki, ümumiyyətlə. Bu 4 cütlüyün arasında ən qəşəng oyun orada gedir. Belə dostlar, Çempionlar Lojası 2 aylıq fasilədən sonra Adidas'ın sponsorluğu ilə yenidən sizin qarşınızdaydıq. Gələn həftə növbəti 4 qarşılaşmadan sonra yenə burada olacaq. Gözləyirik sizə. Sağ olun.